Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Kâlellâhul hakim fi kitabihil kerim. Zerhum ya'kulu ve yulhihumul amelu. Sadaqallahul aliyyul azim. Yenidən sizləri xoş gördük, əziz və dəyərli Zəhra TV izləyiciləri. Allahın salam və salavatı olsun onun əzəmətli olan Peyğəmbərinə və o Peyğəmbərin pak və mütəhhər əhl-i beytinə və siz əziz izləyicilərə. Biz bir müddətdir ki, İslam əxlaqından danışırıq, müqəddəs Qur'an-ı Kərimin ayələrindən və Peyğəmbərimizin hədis və imamlarımızın rivayətlərindən siz əzizlərə çatdırırıq. Ümid edirəm ki, inşallah bu ayə, hədis və rivayətlərdən fayda apararıq. Bugünkü mövzumuz arzular haqqındadır. Bəzən insan həyatında uzun arzular eləyir və bəzən o arzulara çatır, bəzən də o arzulara çatmır. Birinci imamımız Mövla Əmirül Müminin Ali ibn Əbi Talib əleyhissalatu vəssalam buyurur, o uzun arzulardan çəkinin, uzaq durun. Çünki o arzular bəzən sizi həlakətə aparacaq. Çünki insan nə qədər yaşayırsa həyatda, arzular bitmir, arzular qurtarmır. Bəzən insan bir xəstəliyə düçar olur və təcrübə olaraq bilir ki, o xəstəlik onu dünyadan aparacaq və lakin o anda da arzulardan əl çəkmir. Və lakin o anda da arzulardan əl çəkmir. Və bəzən də insanın həyatı bu arzulara görə aradan gedir. İnsan həlakətə gedir. Ona görə də Ağa Əmirül Müminin Əli əleyhissalam buyurur, dünya nemətləri sizin əlinizdə olduğu təqdirdə siz istifadə eləyin və ona kifayətlənin. Uzun arzuları eləməyin. Çünki o uzun arzular sizi müxtəlif yerlərə apara bilər. Bəzən çatarsınız bu arzulara, bəzən də çatmayacaqsınız o arzulara və çatmadıqda bəzən o arzular sizin üçün, sizin həyatınız üçün təhlükə olar. Mən Qur'an-ı Kərimin Hicr surəsinin 3-cü ayəsini istəyirəm sizlərin nəzərinizə çatdırım. Bu ayədə Allah təbarəkə və təala Peyğəmbərimizə bir göstəriş verir. O zaman kafirlər, dinə inanmayanlar gəlirdilər Peyğəmbərin xidmətinə. Peyğəmbər onlara moizə edirdi və lakin onlar dünyanın eyş və işrətindən əl çəkmirdilər, o uzun arzulardan əl çəkmirdilər
və Peyğəmbərin sözünə inanmırdılar və Peyğəmbərə iman gətirmirdilər. Peyğəmbər onlara nə qədər moizə eləyirdisə, onlar buna qulaq asmırdılar. Allah bu ayədə Peyğəmbərinə buyurur, Zərhum ya'kulu və yulhihumul əməlu. Ya Peyğəmbər, bu kafirləri yemək və dünya ləzzətlərin ixtiyarına burax ki, onların o dünyada uzun arzuları onları qafil eləsin və onlar elə o arzularla məşğul olsunlar. Bu ayədə Allah Peyğəmbərinə bu göstərişi verir, bilir ki, bu kafirlər uzun arzulardan əl çəkməyəcəklər və bu uzun arzular bunları özünə məşğul eləyəcək və onlar xəbərləri olmadan ömürləri bitəcək və dünyadan köçəcəklər. Və nəticədə bunlar dünyadan əliboş gedəcəklər. Nəticədə onlar bu dünyadakı fürsətidir, onlar yaxşı işlər görsünlər, iman gətirsinlər, əməli salih olsunlar, o fürsətlər hamısı onların əlindən gedəcək. Çünki iman gətirmədilər, Allah da Peyğəmbərinə bu göstərişi verir ki, onları öz başına burax, onlar hidayət olunmayacaqlar. Əmirul Müminin Əli ibn Əbi Talib əleyhissalatu vəssalam buyurur, Əl-əmalu la təntəhi. Əməllər, arzular bitməz. Yəni, onların sonu yoxdur. İnsan nə qədər arzu eləsə, bir yerdə dursun, kifayətlənsin, kifayətlənmir. Dediyimiz kimi, bəzən insan elə bir halda olur ki, bilir ki, mən dünyadan gedəcəyəm və lakin yenə də arzuları bitmir, sonlanmır. Niyə? Çünki bir arzu digər arzunu gətirir, bir arzu digər arzuya şərait yaradır, ha belə insan xəyallara qərq olur və nəticədə bəzən də o arzulara görə həlak olur, dünyadan gedir. Ona görə Mövla Əmirul Müminin buyurur, arzular bitmir, sonlanmır, o arzuların dalıca getməyin. O gün ki, sizin əlinizdə o neymətlər var, o neymətlərdən istifadə edin və ona kifayətlənin və sabahki günə də Allaha təvəkkül, Allah inşallah sabahki günün də azuqasını, sizə xeyir olan işləri sizə nəsib edəcək. Təəssüflər olsun ki, dünyada bəzən ölümlər baş verir, bəzən qətillər baş verir, bəzən insan hüquqları pozulur. Hamısı nəticə etibarı ilə araşdırırsan, arzulara çıxır. Çünki insan uzun arzuları eləməsə və hər yerə getməz, hər bir şeyin dalıca getməz, hər sözü deməz və nəticədə özünü qorumuş olar. Amma elə ki, uzun arzuları elədi, o arzulara çatmaq üçün hər yerə gedər, hər söz deyər, hər bir hərəkəti eləyər, fikirləşər ki, bu arzuma çatım,
bu məqsədimə çatım. Dediyimiz kimi bəzən çatır, bəzən də çatmır. Tarixdə belə bir qısa qıssə yazıblar. Həccac ibn Yusif Səqəfi bir şəxs idi ki, Əbbasi xəlifələrinin Əbdülməlik ibn Mərvan yaşadığı zamanda Həccac ibn Yusif Səqəfi onun vəziri idi. Onun sarayında çalışırdı, onun xidmətində idi. Nəql edirlər ki, bir gün Həccac getdi bazara və bazarda gəzirdi. Gördü bir nəfər bir qab süd gətirib bazara, bazarda südü satır və o süd qabını qoyub qabağında danışır, söhbət edir. Arzular arzu edir. Həccac buna başladı qulaq asmağa ki, bu nə danışır? Bu süd satan nə danışır? Nə fikirdədir? Gördü bu süd satan belə arzular eləyir. Deyir, mən bu südü satacağam, müqabilində pul alacağam və o pulu gedəcəyəm, yenidən çoxlu miqdarda süd alacağam və gətirəcəm bu bazarda satacağam. Ha belə hər gün öz mənfəətimi artıracağam, ta mənfəətimi bir yerə çatdıracağam ki, həmən pulla qoyun alacağam, keçi alacağam, inək alacağam və özümü varlı bir şəxs eləyəcəyəm. Elə ki, varlandım, gedəcəyəm xəlifənin vəziri Həccacın qızın alacağam, elçi gedəcəyəm, onunla evlənərəm və olacağam Həccac ibn Yusif kimi bir şəxsiyyət. O da pulludur, mən də pullu olacağam, mən də dövlət sahibi olacağam və Həccacın qızı əgər mənə itaət eləməsə, ayağını qaldırdı ki, bu ayağımla onun dişlərini tökəcəyəm, yəni onu tənbih eləyəcəyəm. Ayağını qaldıranda, ayağı dəydi o süd qabıya, süd dağıldı, getdi. Bunun arzuları da qaldı bunun qəlbində. Həccac bunların hamısını eşidəndən sonra öz işçilərinə, xidmətçilərinə göstəriş verdi. Dedi, bu kişiyə 100 dənə şallaq vurun. Elə ki, başladılar bu kişiyə şallaq vurmağa. O soruşdu, axı mənim bir günahım yoxdur, məni niyə şallaqlayırsınız? Həccac dedi, sənin arzularına qulaq astım. Sən ki, mənim qızımı döyəcəydin, belə niyyət eləmişdin ki, mənim qızımla evlənəsən və sənin sözüvə qulaq asmayanda onu döyəsən. Bax, bu şallaqlar sənin cəzandır. Və nəticədə bu kişi 100 dənə şallaq bunların tərəfindən qəbul elədi. Yəni 100 şallaq ona vuruldu. Yarımcan oldu. Burada nəticə nədir? Nəticə bundan ibarətdir ki, uzun arzular bu kişini gətirdi bir hala saldı ki, arzularına çatmadı ələ yerində, digər tərəfdən 100 şallaq da bu özünə vurdurdu. Bəs bunlar bizim üçün dərsdir. Bu uzun arzuların eləməyin heç bir faydası yoxdur. Çünki o uzun arzular bəzən insanın ölümünə də səbəb olar. Bəzən o insanın dünya və axirət zərərinə səbəb olar. Ona görə də Mövla Əmirul Möminin buyurur, arzuları elədikcə arzular gələcək, onların sonu yoxdur və uzun arzuları eləməyin. Allahın sizə verdiyi neymətlərə kifayətlənin
və qani olun və Allaha şükr eləyin. Allah da sizin o şükrünüzün nəticəsində sizə yenə də ruzi verəcək və sizi işlərinizdə müvəffəq eləyəcək və sizi işlərinizdə müvəffəq eləyəcək. Allaha and veririk əzəmətinə, Allah bir an da olsa bizi öz nəfsimizin ixtiyarına verməsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.